يا أيها الذين آمنوا إذا نودي للصلاة من يوم الجمعة فاسعوا إلى ذكر الله وذروا البيع ذلكم خير لكم إن كنتم تعلمون. الحمد لله وكفى والصلاة والسلام على عبده ورسوله المجتبى ونبيه المصطفى وعلى آله وصحبه ومن على نهجه اقتفى ثم أما بعد. Cümə namazının küfr diyarında qılınması mövzusunu davam ettiririk. Öncəki dərsdə cümə namazının küfr diyarında qılınmayacağını deyən bəzi şəxslərin gətirdikləri ixtilaflı şərtlərə qısa şəkildə toxunduq və onların həmin şərtlərə istinad etmələrinin səhih olmadığını qeyd etdik. Yəni onlar küfr diyarında cümə namazının qılınmayacağına imamın yaxud şər'i hakimin izin verməsini, həmçinin onun şər'i hüdudların icra edildiyi böyük şəhərlərdə olacağına dair Hənəfilərin sözlərini dəlil gətirmişlər. Ümumiyyətlə, öncəki dərsdə qeyd etdiyim kimi, Hənəfilərin imamın izni deyə irəli sürdükləri şərt cümhur alimləri tərəfindən rədd edilmişdir və onun əsassız olduğu deyilmişdir. Habelə Hənəfilər bu şərti yalnız imamın yaxud xəlifənin mövcud olacağı hala aid etmişlər və cümənin imam olmayacağı yaxud kafir hakim olacağı təqdirdə cümənin tərk edilməyəcəyini söyləmişlər. Və ikinci hal haqda inşallah növbəti dərsdə məlumat verəcəm. Həmçinin onlar bəzi yarımçıq gətirilən nəqillərə istinad etmişlər və növbəti dərsdə qısa şəkildə onların istinad etdikləri nəqillərə də toxunacam. Həmçinin cümənin küfr diyarında qılınmayacağını deyənlərin bəziləri küfr diyarında olan bütün məscidlərin dırar olmasını, yaxud dırar olmasa da müsəlmanların mənafeyi üçün fəaliyyət göstərmədiyini əsas gətirmişlər. Yəni Darul Küfrdə cümənin vacib olmadığını deyənlərin hamısı deyil, bəziləri bu cür səbəblər qeyd etmişlər. Əvvəla onu qeyd etmək lazımdır ki, bu məsələdə hökmləri ümumiləşdirmək doğru deyil. Çünki heç də bütün məscidlərin dırar olması, yaxud bütün məscidlərin müsəlmanların əleyhinə fəaliyyət göstərməsi gərəkli deyil. Yəni bir məscidin küfr diyarında olması onun dırar məscidi yaxud dırar vəsfində olan məscid olmasını vacib etmir. Hökmlər məscidin hər hansı bir məkanda olması ilə əlaqəli deyil, onda mövcud olan vəsflərlə əlaqəli olur. Və şəriətdə gələn qaydada qeyd edilir ki, Əl-hukmu yaduru ma'a illətihi vücudən və ədəmə. Hökm öz illəti ilə dövr edir və illət olacağı zaman hökm də olur. Olmayacağı zaman isə hökm də öz yerini tapmır. Buna görə də dırar olmayan məsciddə və imamı küfr və şirk üzərə olmayan məsciddə, həmçinin İslam dininin əleyhinə fəaliyyət aparmayan məsciddə cümə namazlarını qılmaq icazəlidir. Ancaq fərz edilsə ki, küfr diyarında məscidlər yoxdur, yaxud cümə namazını qılmaq üçün mövcud olan məscid cümə üçün hər hansı bir səbəbə görə yaramır. Müsəlmanlar bu halda cümə namazını tərk etməlidirlərmi? Yəni cümə namazının məsciddə qılınması şərtdirmi? Fəqihlər cümə namazının qılınması üçün məscidin şərt olub olmaması haqda öz kitablarında danışmışlar. Yəni cümə namazının məsciddə qılınması şərtdir, yoxsa şərt deyil. Cümhur alimləri cümənin məsciddə qılınmasını şərt qoymamışlar. Yəni Hənəfi, Şafi və Həmbəli alimlərinə görə cümə namazı məsciddən kənar yerdə də qılına bilər. İmam Malik cümənin yalnız məsciddə qılınacağını şərt qoymuşdur. Digər imamlar isə cümə namazının məsciddən kənar yerdə qılmasının icazəli olmasını demişlər və məsciddən kənarda qılınacağı zaman müəyyən şərtlər qeyd etmişlər. Şafilərə görə cümənin məsciddə qılınması şərt olmasa da,
məsciddən kənar yerdə qılınan cümənin yaşayış məntəqəsindən kənarda olmamasını şərt qoymuşlar. Yəni, məsələn, bayram namazlarında olduğu kimi yaşayış yerindən kənar olan çöllükdə yaxud səhrada olmayacağını şərt qoymuşlar. Ən-Nəvavi Əl-Məcmu'da buyurur ki, لا تصح الجمعة عندنا إلا في أبنية يستوطنها من تنعقد بهم الجمعة ولا تصح في الصحراء وبه قال مالك وآخرون. Buyurur ki, bizə görə cümə namazı yalnız cümə namazını tamamlayan şəxslərin məskunlaşdıqları binalarda, tikillərdə yaxud tikillər arasında səhih olur. Onun səhrada qılınması isə səhih deyil. Həmçinin bunu Malik və başqaları demişlər. Ha belə Ən-Nəvavi Ravdatut Talibin kitabında buyurur ki, وَلَا يُشْتَرَطُ إِقَامَتُهَا فِي مَسْجِدٍ وَلَا فِي كِنٍّ بَلْ يَجُوزُ فِي فَضَاءٍ مَعْدُودٍ مِنْ خِطَّةِ الْبَلَدِ فَأَمَّا الْمَوْضِعُ الْخَارِجُ عَنِ الْبَلَدِ الَّذِي إِذَا انْتَهَى إِلَيْهِ الْخَارِجُ لِلسَّفَرِ قَصَرٍ فَلَا يَجُوزُ إِقَامَةُ الْجُمُعَةِ فِيهِ. Buyurur ki, onun məsciddə və örtülü yerdə qılınması şərt deyil. Əksinə, onu şəhərin ərazisindən sayılan açıqlıq bir yerdə də qılınması icazəlidir. Ancaq şəhər xaricində olan yerdə, yəni insanın səfər üçün çıxacağı zaman namazı qısaldacağı yerdə cümə namazının qılınması icazəli deyil. Və bu da Şafiilərin qoyduqları şərtdir. Yəni cümə namazı məsciddən kənar yerdə, həmin yer hər hansı bağlı məkan olmasa da, yəni açıqlıqda olsa da, orada cümə namazını qılmaq icazəlidir. Ancaq o şərtlə ki, qılınan cümə məskunlaşdıqları şəhərin yaxud qəsəbənin daxilində olmasıdır. Hənəfilərə görə də cümənin səhih olması üçün onun məsciddə qılınması şərt deyil. Əksinə onlara görə cümə namazı açıqlıq yerdə də qılınsa namaz səhih olur. Ancaq o şərtlə ki, cümə qılınan yer şəhərdən bir fərsəxdən çox məsafədə qılınmamalıdır. Həmçinin onlar bu məqamda cümənin qılınması üçün imamın icazəsini də şərt qoşurlar. Bir sözlə onlara görə də cümə namazı məsciddən kənarda qılına bilər. Həmbəllərə görə də cümə namazının məsciddən kənarda qılınması icazəlidir. Həmbəllərə görə cüməni açıqlıq yerdə də qılmaq icazəlidir. Ancaq açıqlıqda qılınacağı təqdirdə onun yaşayış məntəqəsində olan tikillərə yaxın bir məkanda olması şərtdir. Yaxınlıq isə örfə qayıdan bir məsələdir. Əgər cümə qılınan yer yaxın olmasa, namaz səhih olmayacaq. Bu da həmbəllərin məzhəbidir. İbn Qudam Əl-Həmbəli Əl-Muğnidə həmin məsələyə toxunaraq buyurur ki, وَلَا يُشْتَرَطُ لِصِحَّةِ الْجُمُعَةِ إِقَامَتُهَا فِي الْبُنْيَانِ وَيَجُوزُ إِقَامَتُهَا فِيمَا قَارَبَهُ مِنَ الصَّحْرَاءِ وبهذا قال أبو حنيفة وقال الشافعي لا تجوز في غير البنيان لأنه موضع يجوز لأهل المصر قصر الصلاة فيه فأشبه البعيد. Buyurur ki, cümənin səhih olması üçün onun binalarda qılınması şərt deyil. Onu yaxın olan səhrada da qılmaq olar. Əbu Hənifə də bu sözü söyləmişdir. Şafi isə belə demişdir. Onu binalar olan məkandan başqa yerdə qılmaq icazəli deyil. Çünki elə yerlərdə şəhər əhlinə namazı qısaldmaq icazəlidir. Bu üzdən uzaq yerdə olana bənzəmişdir. Daha sonra buyurur ki, Mus'ab ibn Umeyr Həzmun Nəbiddə ənsarlara cüməni qıldırdı. Ora isə bayram namazlarının qılındığı bir yerdir. Ha belə İbn Qudamə buyurur ki, cümənin yalnız məsciddə qılınmasına, yaxud yalnız tikili olan məkanda qılınmasının şərt olmasına bir nas yoxdur. Heç nasdan çıxan bir məna da yoxdur. Bu yüzdən elə bir şərt də keçərli deyil. Bəlli olur ki, əksər alimlər cümənin məsciddən kənarda qılınmasını icazəli saymışlar. Yəni onlar bunun zərurət anında deyil, adi vaxtda icazəli olmasını söyləmişlər. Zərurət yaranacağı zaman bu hökm ilk növbədə öz təsdiqini tapır. Ancaq bəlli bir məsələdir ki, Allah Rəsulu sallallahu aleyhi və səlləm məsciddən kənar yerdə cümə namazını qılmayıb. Çünki Allah Rəsulunun sallallahu aleyhi və səlləm
dönəmində cümə namazını məsciddən kənarda qılmaq lüzumu yaranmırdı. Buna görə də həmin əməl müəkkəd sünnətlərdən sayılmışdı. Yəni, cümə namazının məsciddə qılınması. Ancaq məscidin cümə namazı üçün səhihlik şərti olması qeyd edildiyi kimi fəqihlər arasında ixtilaflı məsələdir və buna dair açıq aydın dəlil yoxdur. Və ələxsusda cümhur alimləri onun məsciddən kənar qılınacağını demişlər. Həmçinin Allah Rəsulunun sallallahu aleyhi və səlləm hicrətindən öncə müsəlmanlar cüməni məsciddən kənarda qılmışlar və Allahın elçisi sallallahu aleyhi və səlləm bunu onlara qadağan etmədi. Ha belə bu hökmün nəsx edildiyinə dəlalət edən heç bir şey də yoxdur. Bu üzdən həmin əməl təqriri sünnətlərdən sayılmışdı. Yəni bu əməl Allah Rəsulunun dönəmində edilmiş və Allahın elçisi sallallahu aleyhi və səlləm həmin əməli yasaq etməmişdir və əksinə onu iqrar etmişdir. Ha belə cümə namazının küfr diyarında vacib olmadığını deyənlər onun İslamın şüarı olması səbəbdən onun küfr diyarında qılınmayacağını demişlər. Çünki şüarı izhar etmək gərəkdir. İzhar etmək üçün isə güc qüvvətin olması labüddür. Çünki cümə namazı digər ibadətlərdən fərqlənir və müsəlmanlar üçün sanki bir bayram hökmündədir. Ancaq ən təəccüblü hal odur ki, cümə namazının küfr diyarında vacib olmadığını deyən bəzi adamlar bayram namazlarını küfr diyarlarında qılırlar. Halbuki hökm etibarı ilə hər iki ibadət eynidir. Hənəfilər və bu sözü deyən digərləri cümə namazının sultanın izni ilə qılınacağını dedikləri zaman eyni ilə bayram namazının da sultanın izni ilə qılınacağını demişlər. Hənəfi alimi Əl-Kəsəni Bədəi'us Sana'i kitabında buyurur ki: "Və əmmə şəraitu vucubiha və cəvaziha fəkullu ma huwa şərtu vucubil cumu'ati və cəvaziha fəhuve şərtu vucubi salatil iideyn və cəvaziha minəl imami vəl misri vəl cəmaati vəl vaqt illəl xutbə fə innəhə sünnətun bə'dəs salah və ləv tərəkəhə cəzət salatul iid." Buyurur ki, onun vaciblik və caizlik şərtlərinə gəldikdə isə cümənin vaciblik və icazəli şərti olan hər bir şey iki bayram namazının vaciblik və icazəlik şərtidir. İmam, şəhər, cəmaat, vaxt kimi şərtlər bura daxildir. Xütbə isə istisnadır. Çünki o, bayramda namazdan sonra sünnətdir. Əgər onu tərk edərsə insan, bayram namazı icazəli olacaq. Çünki cümə namazı şüar olduğu kimi bayram namazları da şüardır. Bu da cümənin küfr diyarında vacib olmadığını deyən adamların ziddiyyətli yanaşmalarının bir başqa nümunəsidir. Onlara görə əgər cümə namazı açıq, aşkar və İslamın bir şüarı kimi güc və qüvvəti ifadə edəcək surətdə əda edilməsə, bu halda cümə namazı səhih deyil. Üstəlik, onlar cümə namazının şüar vəsfinə heç bir alimin və fəqihin demədiyi bəzi şərtləri də əlavə etmişlər. Və əvvəla qeyd edilməlidir ki, onun İslam dininin şüarı olması, həmin şüarı tam izhar etmək mümkün olmasa da, cümənin vacibliyi qüvvədən düşmür. Çünki cümənin şüar olması onun təşri edilmə hikmətidir və heç də onun illəti deyil. Və ümumiyyətlə, illət nəyə deyilir? İllət, müəyyən çərçivəsi olan aşkar bir vəsfdir ki, şəriət sahibi hər hansı bir hökmü onunla bağlayır. Həmin illət olacağı zaman hökmdə öz yerini tapır. Olmayacağı zaman isə hökm öz qüvvəsini itirir. Hikmət isə şəriət sahibinin hər hansı bir şeyi təşri etməklə həyata keçirmək istədiyi məramdır, mənafedir. Buna rəğmən, İslam şəriəti hökmləri hikmətlərə bağlamır, yəni ona müəlləq etmir. Yəni onun hikməti yer almayacağı zaman hökm ləğv edilmir. Çünki bir çox vaxtlarda hər hansı bir ibadətin hikməti gizli qalır, yaxud nizamlı şəkildə olmur. Şüar vəsfi gizli olmasa da, həmin vəsf nizamlı deyil, yəni onun müəyyən bir çərçivəsi yoxdur və tam aydın deyil. Yəni həmin vəsf insanların dəyərləndirmələri etibarı ilə fərqlənir. Şəvkəni Neylül Əvtar kitabında cümə namazında iştirak edəcək adamların sayı haqda danışarkən Hafiz Suyutinin belə dediyini nəql edir. Və əmmə iştiratu cəm'in kəsir dunə təqayyudin bi'ədədin məxsus
فمستنده أن الجمعة شعار وهو لا يحصل إلا بكثرة تغيظ أعداء المؤمنين وفيه أن كونها شعارا لا يستلزم أن ينتفي وجوبها بانتفاء العدد الذي يحصل به ذلك. Buyurur ki, xüsusi bir say qoymadan qeyd şərtsiz çoxsaylı adamların iştirakını şərt qoymağa gəldikdə isə, bunun istinad nöqtəsi cümənin şuar olmasına dayanır. O isə yalnız möminlərin düşmənlərini qəzəbləndirən çoxsaylı adamların olacağı ilə hasil olur. Ancaq onun şuar olması həmin o çoxsaylı ədəd olmayacaq zaman cümənin vacib olmayacağını gərəkdirmir. Bir qədər sonra buyurur ki, وَغَايَةُ مَا فِيهِ أَنَّ ذَلِكَ سَبَبُ أَصْلِ الْمَشْرُوعِيَّةِ وَلَيْسَ فِيهِ أَنَّهُ مُعْتَبَرُ الْوُجُوبِ فَلَا يَصْلُحُ لِلتَّمَسُّكِ بِهِ عَلَى اعْتِبَارِ عَدَدٍ يَحْصُلُ بِهِ الشِّعَارِ وَإِلَّا لَزِمَ قَصْرُ مَشْرُوعِيَّةِ الْجُمُعَةِ عَلَى بَلَدٍ تُشَارِكُ الْمُسْلِمِينَ فِي سُكُونِهِ الْيَهُودُ وَأَنَّهُ باطل. Buyurur ki, ona dair, yani onun şuar olmasına dair ən uzağı deyiləcək ki, bu məşruiyyətin əsli səbəbidir, yəni cümənin hikmətidir və heç də onun vaciblik etibarı, yəni vaciblik illəti deyil. Bu səbəbdən şuarın hasil olması üçün say etibarı məsələsində ondan tutunmaq doğru deyil. Əks halda cümənin məşruiyyəti müsəlmanlarla müştərək şəkildə yahudilərin yaşadığı şəhər yaxud bəldə ilə məhdudlaşması gərəkdir. Bu isə batildir. Və Suyutinin bu sözlərindən anlaşılır ki, yəni onun məşruiyyətin əsli səbəbidir deməsindən bəlli olur ki, şuar cümə namazının təşri edilmə hikmətidir. Yəni cümənin illəti deyil. Çünki Suyuti buyurur ki, o vaciblik illəti deyil. Əslində isə cümənin vaciblik illəti cümə namazı üçün nidadır. Yəni cümə günündə namaza çağırışın hasil olmasıdır. Uca Allah buyurur, İzə nudiyə lis-salati min yevmil cumu'ati fes'au ila zikrillah. Cümə günü namaza nida edildiyi zaman Allahı zikr etməyə tələsin. Hökmün illəti məhz budur və heç də şuar deyil. Üstəlik Suyuti buyurur ki, cümənin vaciblik hökmünü şuar ilə bağlamaq batildir. Çünki əgər biz şuarı cümənin vacibliyi üçün şərt qoysaq, bu halda müşriklərin yaxud kitab əhlinin yaşamadıqları ölkələrdə cümə namazını icazəli olmayacağını deməli olacaq. Çünki kafirləri qəzəbləndirmək üçün əda edilən şuar bu cür ölkələrdə öz təsdiqini tapmır. Bu da onu göstərir ki, həmin vəsf, yəni şuar vəsfi nizamlı, qaydaya salınmış deyil və onun üzərində əhkamlar qurmaq da münasib deyil. Üstəlik 4 məzhəb fəqihlərinin şərt olaraq qoyduqları cümədə iştirak edəcək insan sayına nəzər yetirəcəyimiz zaman qeyd olunan insan sayı vasitəsilə güc-qüvvət, kafirləri qorxuya salma kimi amillər öz təsdiqini tapmır. Məsələn, Həmbəllər və Şafilər 40 nəfərlə cümənin tamamlanacağını, Maliklər isə 12 nəfərlə, Hənəflər isə ümumiyyətlə 4 nəfərlə cümənin tamamlanacağını demişlər. Bir rəvayətdə isə İmam Əhməd də həmçinin 3 nəfərlə cümənin tamamlanacağını demişdir. Və Şeyxülislam İbn Teymiyyə bu görüşü tərcih etmişdir. Hənəfi alimi Ət-Təhanəvi İ'la'us-Sunan kitabında buyurur ki, وَلَوْ كَانَ مَبْنَى الْجُمُعَةِ عَلَى إِظْهَارِ الشَّوْكَةِ عِنْدَهُمْ لَمْ يَقُولُوا بِصِحَّتِهَا بِأَرْبَعَةِ رِجَالٍ وَلَا الشَّافِعِيَّةُ بِصِحَّتِهَا ب40 رَجُلًا فَإِنَّ هَذَا الْقَدْرَ لَا يَكْفِي لِإِظْهَارِ الشَّوْكَةِ أَصْلًا بل شرطوا لها جماعة كثيرة يتيسر بها إظهار الشوكة الإسلامية فمن زعم أن الحنفية إنما شرطوا المصر للجمعة لإظهار الشوكة فقد ضل ضلالا بعيدا. Hənəfi alimi buyurur ki, əgər Hənəfilər qatında cümə namazının əsası güc-qüvvətin izhar edilməsi üzərində qurulsaydı, onlar cümənin 4 nəfərlə səhih olacağını, həmçinin Şafilər cümənin 40 kişi ilə səhih olacağını deməzdilər. Çünki bu say güc-qüvvətin izhar edilməsi üçün kifayət deyil. Onlar gərək İslami güc-qüvvəti izhar etməyi mümkün edən çoxsaylı cəmaatı şərt qoyardılar. Buna görə də kim Hənəfilərin cümənin böyük şəhərdə iqamə edilməsini güc-qüvvətin izharı səbəbindən şərt qoyduqlarını iddia etsə, dərin bir zəlalətə düşmüş olar. Bunu Hənəfi alimi buyurur.
Daha sonra bəyan edir ki, Hənəfilərin Misrul Cami şərtini qoymalarına səbəb Əlidən varid olan rəvayətdir. Və bir çox təhqiqçi Hənəfilərə görə həmin rəvayət mərfu hökmündədir. Həmçinin Şafii alimi Xatib Şirbini Əl-İqna' kitabında buyurur ki, وَفُرِضَتِ الْجُمُعَةُ وَالنَّبِيُّ صَلَّى اللّٰهُ عَلَيْهِ وَسَلَّمْ بِمَكَّةِ وَلَمْ يُصَلِّهَا حِينَئِذٍ إِمَّا لِأَنَّهُ لَمْ يُكْمِلْ عَدَدَهَا أَوْ لِأَنَّ مِنْ شِعَارِهَا الْإِظْهَارِ وَكَانَ صَلَّى اللّٰهُ عَلَيْهِ وَسَلَّمْ بِمَكَّةَ مُسْتَخْفِيًا. Buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Məkkədə ikən cümə namazı fərz edildi. Yəni onun Məkkədə fərz edilməsi haqda, yaxud Mədinədə fərz edilməsi haqda növbəti dərsdə danışacağam. Sonra buyurur ki, o isə həmin ərəfədə onu qılmadı. Buna səbəb də ya cümə üçün insan sayının tamamlanmaması, yaxud da cüməni izhar etməyin onun şüarı olması səbəbindən oldu. Allah Rəsulu isə sallallahu aleyhi və səlləm Məkkədə gizlənirdi. Digər Şafii alimi Əl-Buceyrami öz haşiyəsində Xatib Şirbininin bu sözlərinə düzəliş gətirərək buyurur ki, Qavluhu əv liənnə min şiarihə fihi nazar liənnə həzə la yusqitul vücub. Buyurur ki, onun, yəni xatibin, onun şüarı olması səbəbindən sözləri mübahisəlidir, yaxud doğru deyil. Çünki bu amil vacibiyyəti qüvvədən salmır. Yəni şüarın izhar edilməməsi vacibiyyəti qüvvədən salmır. Göründüyü kimi Şafii alimi şüarı cümənin vacibliyini qüvvədən salan illət etmədi. Çünki onun vacibliyi cümə namazına nidanın olması və insanların Allahı zikr etmək üçün yığışmaq imkanını əldə etmələrinə dayanır. Həmçinin əgər şüar hökmün illəti olsaydı, müsəlmanların Mədinədə Əsədin evində gizli şəkildə qıldıqları cümə namazı səhih olmazdı. Bir sözlə burada üsul alimlərinin qeyd etdikləri qayda öz təsdiqini tapır. Əl-əhkəmu turbatu bi'iləlihə la bihikmətihə. Əhkamlar hikməti ilə deyil, onun illətləri ilə bağlıdır. Buna görə də hökm qətiyyən İslam diyarı yaxud küfr diyarı ilə bağlı deyil. Hökm yalnız illəti ilə bağlı olur. Və bunu anlayan şəxs bu məsələ ilə əlaqəli olan bir çox şübhələrdən qurtulmuş olacaq. Üstəlik, şüar vəsfi müştərək vəsfdir. Yəni, bütün zahiri ibadətlərin müştərək vəsfidir. Ələxsusda cəmaat şəklində əda edilən ibadətlər bura daxildir. Bu vəsfə bayram namazları, həc və ümrə kimi digər ibadətlər də daxildir. Belə olacağı halda, cümənin küfr diyarında vacib olmadığına bu səbəbi gətirən şəxsin Allahın şüar olaraq etdiyi bütün ibadətlərin küfr diyarında batil olmasını deməsi gərəkdir. Şeyx Süleyman ibn Səhmən Ən-Nəcdi rahiməhullah Əd-Durarus Səniyyədə gələn nəqildə buyurur ki, فَمَنْ رَامَ تَعْطِيلَ مَا شَرَعَهُ اللّٰهُ وَرَسُولُهُ فَحَرَّمَ عَلَى النَّاسِ الْحَجَّ وَالْعُمْرَةَ وَزِيَارَةَ الْمَسْجِدِ بِغَيْرِ دَلِيلٍ شَرْعِيٍّ يَجِبُ التَّسْلِيمُ لَهُ فَقَدْ ظَلَمَ نَفْسَهُ وَمَنْ أَظْلَمُ مِمَّنْ مَنَعَ مَسَاجِدَ اللّٰهِ أَنْ يُذْكَرَ فِيهَا اسْمُهُ وَسَعَى فِي خَرَابِهَا. Buyurur ki, kim Allahın və Rasulunun buyurduğu ibadəti qeyri-işlək hala gətirmək istəsə və təslimiyyəti vacib edən heç bir şər'i dəlil olmadan insanlara həcci və ümrəni, ha belə məscidi ziyarət etməyi haram etsə, beləsi özünə zülm etmiş olur. Daha sonra ayəni qeyd edir, Allahın məscidlərində onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Bir qədər sonra buyurur ki, وَأَمَّا كَوْنُهُ لَا يَقْدِرُ عَلَى إِظْهَارِ دِينِهِ فِيهَا فَهَذَا لَا يَمْنَعُ مِنْ إِقَامَةِ مَا شَرَعَهُ اللّٰهُ تَعَالَى وَرَسُولُهُ صَلَّى اللّٰهُ عَلَيْهِ وَسَلَّمْ مِنَ الْحَجِّ وَالْعُمْرَةِ وَلَا يُمْكِنُ لِأَحَدٍ مِنَ النَّاسِ أَنْ يُحَرِّمَ عَلَى النَّاسِ مَا لَمْ يُحَرِّمْهُ اللّٰهُ وَرَسُولُهُ بِمَفْهُومِهِ مِنْ غَيْرِ دَلِيلٍ شَرْعِيٍّ يَجِبُ الْمَصِيرُ إِلَيْهِ وَالتَّسْلِيمُ لَهُ خُصُوصًا إِذَا عَجَزَ عَنْ إِظْهَارِ دِينِهِ فَمَنْ حَجَّ أَوْ اِعْتَمَرَ فَعَلَيْهِ أَنْ يَتَّقِيَ اللّٰهَ مَا اسْتَطَاعَ وَأَنْ يَفْعَلَ مَا أَمْكَنَهُ مِنْ إِظْهَارِ دِينِهِ وَلَا يُكَلِّفُ اللّٰهُ نَفْسًا إِلَّا وُسْعَهَا. Buyurur ki, onun orada dini izhar etmək gücündə olmamasına gəldikdə isə, bu, Allahın və elçisinin sallallahu aleyhi və səlləm
buyurduğu həc və ümrə kimi ibadətləri yerinə yetirməyə mane olmur. Heç bir adama öz anlayışına dayanaraq və təslimiyyəti vacib edən heç bir şər'i dəlilə istinad etmədən Allahın və elçisinin haram etmədiyi şeyləri insanlara haram etməsi mümkün deyil, yaxud icazəli deyil. Ələxsus da dinini izhar etməyə aciz olacağı hala etdir. Buna görə də əgər biri həcc etsə, yaxud ümrə etsə, bacardıqca Allahdan qorxması və imkan dairəsində dinini izhar etməsi gərəkdir. Çünki Allah heç kəsə güc yetirmədiyi öhdəçiliyi buraxmaz. Ümumiyyətlə, küfr diyarlarında cümə namazının qılınmasına dair tarixi faktlar və subutlar həddindən artıq çoxdur və həmin ərəfələrdə heç kəs cümənin vacibliyinin düşəcəyini deməmişdir. Buna bir-iki misal çəkəcəm. Ancaq bundan öncə qısa olaraq küfr və İslam diyarının vəsfi haqqında məlumat verim. Küfr və İslam diyarını müəyyən etmək üçün alimlərin müxtəlif sözləri var. Fəqihlərin hər hansı bir diyara İslam yaxud küfr vəsfini vermək üçün yekdil olduqları bir meyar var. Bu da Uluvu Sultan və Sərəyanul Əhkəm deyə adlanan meyardır. Yəni İslam hökmranlığının üstünlüyü və şər'i əhkamların keçərli olmasıdır, yəni icra edilməsidir. Məhz bu cür yerə fəqihlərin istilahında İslam diyarı deyilir. Yəni cümhur fəqihlərə görə diyara verilən hökm əhkamların üstünlüyü üzərə qurulur. Əgər hər hansı bir diyarda İslamın hökmü üstünlüyü təşkil edirsə, küfr şüarları isə həmin yerdə nadir hallarda olursa, bu zaman ora Dərul İslamdır. Küfr əhkamlarının üstünlüyü təşkil etdiyi yer isə Dərul Kufrdur. Və misal olaraq ilk növbədə batini rafizi firqəsi olan Ubeydilərin dövlətini göstərmək olar. Həmçinin onlar Fatimilər dövləti olaraq da tanınırlar. Əhl-i sünnə alimləri icma etmişlər ki, bu firqə mürtəd və kafir firqədir. Həmin kafir firqə ilk olaraq öz dövlətini Şimali Afrikada, Məğrib diyarlarında qurmuşdu. Bir müddət sonra onların dövləti Misirə, Şama və digər bəldələrə intiqal edir və həmin bölgələrdə, ələxsus Misirdə təxminən 200 il davam edir. Və nəhayət Salahuddin Əl-Əyyubi bu dövləti darmadağın edib onların hökmranlığına son qoyur. Və həmin ərəfədə böyük alimlər mövcud idi. Əl-Muvaffaq, yəni İbn Qudamə, həmçinin İbn Cavzi Əl-Həmbəli və digər alimlər həmin dönəmdə yaşamışlar. Və Ubeydilər Misri ələ keçirdikləri zaman İbn Cavzi Ən-Nasru alə Misr kitabını təlif edir və onlara qarşı savaşın vacib olduğunu vurğulayır. Bu kafirlər həm Məğribdə, həm də Misirdə görünməmiş küfür və alçaqlıqlar etmişlər. Misal üçün, onlar insanları müxtəlif küfür və şirk əməllər etməyə məcbur edirdilər. Həmçinin insanlara Ramazan aylarında orucu qaydası ilə tutmağa mane olur. Məscidlərə atlarla daxil olur. Həmçinin əhl-i sünnə alimlərinə məscidlər və digər yerlərdə tədris aparmağa qadağa qoyurdular. Sünnə kitablarını yandırırdılar. İslam şüarlarını ibtal edib küfür şüarlarını ucaldırdılar. Bütün bu şeylərdən daha acınacaqlı olan isə onların qeybi bildiklərini iddia etmələri olmuşdur. Həmçinin onlar özlərinə ilahi vəsflər verir və digər küfr və şirk əməllər edirdilər. Və təsadüfi deyil ki, batini rafizi firqəsi duruzlar bu günə qədər Fatimilərin başçısı olmuş Əl-Hakim bi əmrilləhin vəl-iyazu billah Allah olduğunu etiqad edirlər və ona ibadət edib ona tapınırlar. Tealəllahu əmmə yəqulu zalimunə uluvən kəbira. Və hətta Məğrib diyarının mücahid alimlərindən biri olmuş Abdullah ibn Təbbən öz tərəfdarlarına belə demişdir Ubeydilər haqda. Vallahi mə əxşə aleykumuz zunub liənnə məvləkum kərim və innəmə əxşə aleykum ən təşukku fi kufri bəni Ubeydin fətədxulun nər. Buyurur ki, and olsun Allaha ki, sizin günahlar etməyinizdən ötürü qorxmuram. Çünki sizin Rəbbiniz cömərtdir, kərimdir. Sizdən yalnız Bənu Ubeydin, yəni Ubeydilərin, Fatimilərin küfründə şübhə edib, bu üzdən cəhənnəmə girməyinizdən ötürü qorxuram.
Həmçinin Şeyx Muhammed ibn Abdülvəhhab rahimehullahu teala Muxtasarus Sira kitabında həmin zındıqlar haqqında danışaraq buyurur ki: "Summa malaku Misr ve Şam ve azharu şa'aira'l İslam ve aqamu'l cumu'ata ve'l cema'a ve nasabu'l qudata ve'l muftin. Lakin azharu'ş şirke ve muhalefete'ş şeri'ati ve zahara minhum ma yadullu ala nifaqihim ve şiddeti kufrihim. فأجمع أهل العلم أنهم كفار وأن دارهم دار حرب مع إظهارهم شعائر الإسلام وفي مصر من العلماء والعباد أناس كثير وأكثر أهل مصر لم يدخلوا معهم فيما أحدثوا من الكفر ومع ذلك أجمع العلماء على ما ذكرناه." Buyurur ki, sonra onlar Misir ve Şam'a hakim çıxdılar ve İslamın şəri əhkamlarını izhar etdilər. Cümə və cemaat namazlarını iqamə etdilər. Həmçinin qazi və müftilər təyin etdilər. Ancaq eyni zamanda onlar şirk və şəriətə müxalifliyi izhar etdilər və onların nifaqına və şiddətli küfrünə dəlalət edəcək digər şeylər üzə çıxdı. Elm əhli icma etmişlər ki, onlar kafirdirlər və onların diyarı hərb diyarıdır. Halbuki onlar İslamın şəri əhkamlarını izhar edirdilər. Misirdə isə bir çox alimlər və abidlər var idi. Və Misirin əksər əhalisi onların ixtira etdikləri küfrə onlarla birlikdə daxil olmadılar. Buna rəğmən alimlər qeyd etdiyimiz şeydə icma etmişlər. Ancaq bütün bunlara rəğmən Ubeydilərin dövlətində cümə namazları əda edilməyə davam etmişdi. İnsanlar cümə namazlarına gedirdilər və alimlər cümə namazının onlara vacib olmadığına fətva vermirdilər. Daha sonra elə bir vaxt gəldi ki, Ubeydilər bir çox imamlara səhabələri minbərlərdə söyməyə və təhqir etməyə vadar etdilər və vaxtaşırı öz əqidələrində olan imamları, yəni rafiziləri minbərlərə qaldırdılar. Bu ərəfədə insanlar onların arxasında cümələri tərk etdilər. Əd-Dəvlətü Zənkiyyə kitabının müəllifi xəbər verib buyurur ki: ومن مظاهر هذه المقاومة مقاطعة حضور صلاة الجمعة التي كانت مناسبة للعن أصحاب النبي صلى الله عليه وسلم على المنابر فتعطلت بذلك الجمعة دهرا بالقيروان. Buyurur ki, Ubeydilərə qarşı müqavimətin bir təzahürü də Ubeydilər Allah Rəsulunun sallallahu aleyhi və səlləm əshabına minbərlərdə lənət etməyə əmr etdikləri zaman insanların cümə namazlarında iştirak etməyi tərk etmələri idi. Bu üzdən bir müddət Qayravanda cümə namazı dayandırıldı. Ancaq buna baxmayaraq, Ubeydilərin əlində olan bütün torpaqlarda, Məğribdə, Şamda, Misirdə və Hicazda cəmaat və cümə namazları əda edilirdi. Və 4 məzhəbdən olan alimlər də həmin dönəmdə və həmin ərazilərdə mövcud idilər. Ancaq həmin alimlərdən heç biri oranın küfr diyarı olması bəhanəsi ilə cümənin vacib olmadığına fətva vermirdi. Həmçinin digər misal Əndəlüs diyarıdır. Əndəlüsdə İslam hakimiyyəti hicrətin 897-ci ilində Qarnata şəhərinin süqutu ilə başa çatır. Yəni kafirlər Əndəlüsü bu dönəmdə tam şəkildə ələ keçirirlər, işğal edirlər. Nəsranilər Əndəlüs torpaqlarını müsəlmanların əlindən aldıqdan sonra heç şübhəsiz ki, ora küfr diyarına dönmüşdür. Və Nəsranilər Əndəlüsü işğal etdikləri zaman müsəlmanlarla çox vəhşicəsinə davranmışlar və onlara çox ağır işgəncələr və zülümlər etmişlər. Onlar müsəlmanlara nəinki şəri əhkamları icra etməyə icazə vermir, İslam dini ilə bağlı olan hər hansı bir şeyi belə qəti qadağan edirdilər. Həmin kafirlər orada olan müsəlmanları diri-diri yandırır, Allahın məscidlərini viran edir, Quran-ı Kərimi yandırır, məscidlərin günbəzlərinə xas dikəldir və orada zurna balaban çalırdılar. Onlar hər hansı bir adamın müsəlman olduğunu bildikləri zaman onu edam elətdirirdilər. Bu səbəbdən onlarda təftiş orqanları açılmışdı. Və İspaniyanın baş keşişi Əndəlüs müsəlmanlarına məcburi şəkildə xaçpərəstliyi qəbul etməyə vadar edirdi və daha sonra onların bədənlərinə damğa vurdururdu. Yəni alçaldıcı bir rəmz olaraq ki, həmin adam nə vaxtsa müsəlman olub
Və bir sözlə həmin ərəfədə bu kafirlər İslam və müsəlmanlara qarşı ən böyük düşmən olmuşlar. Və bütün bu hallara baxmayaraq, Əndəlüsdə yaşayan müsəlmanlar gizli şəkildə cəmaat və cümə namazlarını qılmağa davam etmişlər. Və halbuki dediyim kimi, təftiş orqanları onları izləyirdi və cümə günündə qüsl alan yaxud Ramazan orucu tutan və İslam şəriətinin hər hansı bir buyruğunu edən şəxsi dərhal tuturdular. Dəvlətül Muvahhidin kitabının müəllifi xəbər verib buyurur ki, فَإِنْ عُلِمَ أَنَّ رَجُلًا اِغْتَسَلَ يَوْمَ الْجُمُعَةِ يُصْدَرُ فِي حَقِّهِ حُكْمٌ بِالْمَوْتِ وَإِذَا وَجَدُوا رَجُلًا لَابِسًا لِلزِّينَةِ يَوْمَ الْعِيدِ عَرَفُوا أَنَّهُ مُسْلِمٌ فَيُصْدَرُ فِي حَقِّهِ الْإِعْدَامِ Bir adamın cümə günü qüsul aldığını biləcəkləri zaman ona ölüm hökmü çıxarırdılar. Həmçinin bir adamın bayram libasını geyindiyini gördükləri zaman onun müsəlman olduğunu bilirdilər və ona dair edam hökmünü çıxarırdılar. Həmin ərəfədə isə Məğrib diyarında olan alimlər onlara bu cür ağır vəziyyətdə necə davranmalı olduqlarını izah edirdilər və buna dair Əndəlüsdə olan müsəlmanlara məktublar yollayırdılar. Həmçinin həmin alimlər insanların orada gizli şəkildə cümələri qıldıqlarını bilirdilər və onlara küfr diyarında cümənin haram olduğunu yaxud vacib olmadığını demirdilər və buna dair heç bir fətva da vermirdilər. Əksinə onları namazlara və digər ibadətlərə təşviq edirdilər. Halbuki orada vəziyyət həddindən artıq ağır və çətin idi. Bu dərsdə küfr diyarında cümə namazının qılınmayacağını deyənlərin isnad etdikləri bəzi məqamlara toxunduq və küfr diyarlarında cümə namazının qılınmasına dair tarixdən bəzi misallar gətirdik. Gələn dərsimizdə cümənin Məkkədə yaxud Mədinədə fərz edilməsi və digər mövzular haqqında danışacağıq. Ən doğrusunu bilən Allah Cəllə və Alədir. Və subhanəkə Allahumma və bihamdik. Əşhədu ən la ilahə illə ənt. Əstəğfiruka və atubu ileyk.